Növbəti sualımız trigonometrik funksiyalarda qiymətlər çoxluğunun tapılmasına aid bir sual tipidir. Sualı MHM Riyaziyyat Test Bankından götürmüşəm. Məlumdur ki, funksiyalarda, xüsusilə də trigonometrik funksiyalarda qiymətlər çoxluğunun, eləcə də ən böyük və ən kiçik qiymətin tapılmasına aid məsələlər daha çox çətinlik çəkilən və diqqət tələb edən məsələlərdir ki, mən də bugün sizinlə belə bir sual tipi üzərində buna aid bir nümunə göstərəcəm. Əslində bu sualın həllini bir neçə yolla sınamışam, amma bunlar içərisində, yəni bu həllər içərisində ən rahat hesab etdiyim koşu bərabərsizliyin tətbiqi ilə olan həldir. Ona görə də mən elə bu sualı həmin bərabərsizlikdən istifadə etməklə həll edəcəm. İndi gəlin keçək sualın şərtinə. Y bərabər 6 kosinus x çıxılsın 3 kotanges kvadrat x üstəgəl 4 funksiyasının ən böyük qiymətini tapın. İlk olaraq biraz bu funksiya üzərində çevirmələr aparacaq. İlk olaraq kosinus 2x ifadəsinin əvəzinə 1 çıxılsın 2 sinus kvadrat x 2 qat arqument düsturunu tətbiq edirik. Və ikinci olaraq da kotanges kvadrat x əvəzinə əsas trigonometri eyniliklərdən məlum olan 1 üstəgəl kotanges kvadrat x bərabərdir. 1 bölünsün sinus kvadrat x bərabərliyini tətbiq edəcək. Burada kotanges kvadrat x əvəzində yaza bilərik ki, 1 bölünsün sinus kvadrat x çıxılsın 1. Üstəgəl 4 bərabərdir. Biraz sadələşdirək. 6 çıxılsın 12 sinus kvadrat x çıxılsın 3 vurulsun 1 bölünsün sinus kvadrat x üstəgəl 3 üstəgəl 4 bərabərdir. Buradan mənfi 12 sinus kvadrat x çıxılsın 3 vurulsun 1 bölünsün sinus kvadrat x üstəgəl 13 alırıq. Daha sonra ilk iki həddən mənfi 3'ü ortaq vurub çıxardacaq. Buradan alınır 4 sinus kvadrat x üstəgələk 1 bölünsün sinus kvadrat x üstəgəl 13 bərabərdir. Mötərizə içərisində aldığımız ifadəyə koşu bərabərsizliyini tətbiq edə bilərik. Elə koşu bərabərsizliyini də burada xatırlayaq. Məlumdur ki, istənilən iki müsbət ədədin ədədi ortası onların həndəsi ortasından kiçik deyildir. Elə bizdə də sinus kvadrat x, eləcə də 1 bölünsün sinus kvadrat x müsbət ədədləri verdiyi üçün biz də həmin bərabərsizlikdən burada istifadə edə bilirik. Deməli, yazırıq 4 sinus kvadrat x üstəgələk 1 bölünsün sinus kvadrat x bölünsün 2 böyük bərabər kökün altında 4 sinus kvadrat x vurulsun 1 bölünsün sinus kvadrat x. Tutaq ki, bu sürətdə gördüyümüz ifadəyə bir t deyək. T böyük bərabərdir. Sinus kvadrat x-lər ixtisar gedir. Kök altda 4-dən 2 çıxır. Həmin 2 məxrəcdəki 2-yə vurulur. T böyük bərabər 4 alırıq. Yəni, bu ifadənin ən kiçik qiyməti müsbət 4'dür. İndi həmin müsbət 4'ü yuxarıda yerinə yazsaq, onda olacaqdır mənfi 3 vurulsun 4 və üstəgəl 13. Buradan da mənfi 12 üstəgəl 13 cavabımız olacaq 1.